Herkese salam. Bu günləri bir seminardaydım. Seminarda çıxış edirdim. Seminardan öncə bir iştirakçı mənə yaxınlaşdı. Belə bir sual verdi. Mənə elə gəlir ki, çox yerində və gözəl sual idi. Dedi ki, müəllim, siz nə düşünürsünüz? Mən IT-yə keçid eləmək istəyirəm. Amma hansı istiqamət seçəcəyimi daha qərarını verməmişəm. Yəni, dedim, sırf IT istiqamətinə, dedi, bəli. Dedim, o zaman traditional, yəni ənənəvi IT-ni öyrənməkdən uzaq dur. Çünki ənənəvi IT yavaş-yavaş gedərək artıq tarix olur. Dedi, o zaman nə öyrənim? Mən məsləhət gördüm virtualizasiyanı. Çünki istər-istəməz artıq bütün şirkətlər, bütün qurumlar, banklar, özəl sektor və s. yavaş-yavaş artıq çoxu keçiblər, keçid eləyirlər buluda, virtualizasiyaya. Yəni artıq ənənəvi şəbəkələr, ənənəvi sistem anlayışları get-gedə tarix olacaq. Yəni insanlar artıq həm istər provider tərəfdən, yəni xidməti verən tərəfdən ehtiyac olacaq virtualizasiyanı bilənlərə. Bir də xidməti alan tərəfdə də ehtiyac olacaq ki, o insanlar onu idarə edə bilsinlər. Yəni buludda ki, belə deyək də, resurslarını idarə edə bilsinlər. Yəni mən məsləhət görürəm, yeni IT-yə keçib istiqamət seçmək istəyənlər, yalnız IT istəyənlər üçün virtualizasiya çox gözəl bir istiqamətdir.